B5 14, B7 28'dir, B9 istəyir. Biz B9'u bunlardan hər hansısa birindən aça bilərik. Məsələn, B7 ilə B7 vuraq Q üstündə. Neçə yazmalıyıq Q'nun üstündə? 2. Amma Q yoxdur. Q'nu tapmaq üçün bu ikisindən istifadə edərik. B7 bərabərdir B5 vuraq Q üstü yenə də 2. B7 28'dir, B5 14'dür, Q üstü 2. Q üstü 2 bərabərdir 28 bölək 14. Bunlar da ixtisar gedir 7'yə. Və yaxud da daha doğrusu 28 öz 14'ə bölünür 2. Q üstü 2'ni ilə 2 tapdıq. B7 28'dir, Q üstü 2'nin yerinə ilə 2 yazırıq. Çünki Q üstü 2, Q üstü 2. 28'də 2'ye vuranda 56.